Sindaktiliya barmaqların bitişik olması. Bu uşaqlar doğulanda barmaqları bitişikdə olur. Bunun səbəbi hamiləlik periodunda apoptozun baş verməsi zamanı baş verən genetik qüsur olur və belə də barmaqlar ayrıla bilmir. Bitişikdə olur. Bunlar sadə və kompleks sindaktiliyalar olur. Kompleks sindaktiliyalar adətən altda digər daha ciddi problemlər olur. Onlarda başqa ürək problemləri, bəzən digər daxili orqan problemləri olur. Amma sadə sindaktiliyalar izolədə rast gəlinir. 10 və 30% hallarda sindaktiliyalar genetik kodla keçir. Genetikdir bu daha çox. Müalicəsi cərrahidir. Konservativ bir müalicəsi yoxdur. 1 yaşından sonra cərrahi məsləhətdir. Sadə sindaktiliyaların nəticələri çox yaxşı olur cərrahiyə ilə. Məsələ amma sindaktiliyadan sonraki periodda ən azı 1 il, 2 il gecələr barmaq arası qoruyuculardan istifadə etməkdir. Çünki bu genetik bir şey olduğu üçün beyin hər zaman əvvəlki hala qayıtmağa çalışır. Ona görə bəzən qorumayanda yenidən az da olsa kontraktiv olaraq əmələ gələ bilir. Yəni sindaktiliyanın cərrahi müalicəsi müasir dövrdə çox yaxşı olur.